hərəkətlilik nə deməkdir? Hipodinamiya. Aha, hipodinamiya az hərəkətlilik deməkdir. Arxaya templaşmaq nədir? Flyqdir. Xüsusi yarış fəaliyyəti. İdman. İdmandır. Əzələrin yığılması. Təqəllüsü. Təqəllüsün neçə forması vardır? Bəli, bəli. 3 forması var. Sürətli dözümlü, lənг dözümlü. Aha, sonra bəs müasir cəmiyyətin əməyə, ölkənin müdafiəsinə hazırlığı nə adlanır? Fiziki hazırlıq adlanırdı. Əmr və sərəncam formasında verilən hərəkətlər nələrdir? Əmr və sərəncam formasında verilən hərəkətlər. Müəllim, niyə fikirləşsən? Sıra hərəkətlərdir. Səsin zəif gəlir, bəli. Şagirdin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, diaqnostikası nədir? Afət müəllim. Bəli. Nəsə xırıldayırsa, ona görə normal nəsə işlər var. Mənim səsim hər kəsə elə gəlir. Deyil mən. Normaldır. Sizin internetdə problem var mı? Hə. Yo, sizin internetdə problem var. Hə. Obsi telefondan gəlməliyəm. Hə. Hə. Gələn inşallah. İnşallah. Səhər gimnastika genəllə ehtiyac qalmayacaq. Səhər gimnastikasına aid olan hərəkətləri say görüm. Demək, baş boyun, çiyin, qurşağı, aşağı qaplar, bir də saçlar, sakitləşdirici hərəkətlər. Gövdə əzələləri necə oldu? Gövdə əzələ. Bəli, daxili mühitin sabitliyi nə adlanır? Gemostaz adlanırdı. Sonra dərsdə hərəkətlərin icrası üçün sərf olunan əsas vaxtın göstəricisi nədir? Motor sıxlığı. Motor sıxlığıdır, bəli. Struktur cəhətdən əsas hərəkətə uyğun olan hərəkətlər. Hazırlayıcı hərəkətlərdir. Ayaqların maksimal dərəcədə aralanması. Şpaka. Aha, fəzanın qavralması, fəza hissi. Kinestetik analizator. Qəşəng kinestetik analizatordur. Fiziki hərəkət nə deməkdir? Təmin anlayışı. Yaxşı nəticə göstərənlərin həyatında katalizator rol oynayan. Rəqabət. Rəqabət idi. Fizioloji əlamətlərinə görə hərəkətlər neçə qrupa bölünürdü? 4 qrupa, maksimal 5 şiddətli, orta şiddətli. Məqsədə çatmaq üçün istifadə olunan yol, metod, üsul. Texniki taktikidir. Hüdud ağacı. Planka. Fiziki tərbiyənin formalarından biri olub. İdmançının hazırlığa yönəlmiş pedaqoji proses. O deyil. Məşq. Bütün hərəkə qabiliyyətlərin bərabər inkişafına nail olmaq. Fiziki kamillik. Təşəkkürlər.